Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Başlayaq sualların izahına. Hansı cümlədə əsas tərəfi fe'li sifətlə ifadə olunan fe'li birləşmə mübtəda vəzifəsindədir? Cavab D variantı. Baxın. Əsas tərəfi fe'li sifətlə ifadə olunan fe'li birləşmə mübtəda funksiyasındadır. Kim uğur qazanar? Çox oxuyan D variantı. Məsələn, şəhərdə keçirdiyim günləri burada fe'li birləşmə deməli əsas tərəfi də fe'li sifətdir, amma mübtəda funksiyasında yox, təyin funksiyasındadır. Daha sonra burada fe'li birləşmə yoxdur. Seçilmişlər fe'li sifətdir və mübtədadır, amma fe'li birləşmə yoxdur burada. Gözəl hazırlananları hər kəs xoş qarşıladı. Burada da tamamlıqdır. Qərarlar, hansı qərarlar dərin düşünülmüş. Burada da fe'li sifət, tamamlıq yox, mübtəda yox, məhz təyin funksiyasındadır. Cavab D variantı. Cümlədə modal sözlərin hansı məna növünə aid nümunə yoxdur? Y variantı. Deyəsən, şübhə, şübhəsiz ki, təsdiq, sanki, bənzətmə, ümumiyyətlə, nəticə. Təəssüf yoxdur. Hansı cümlənin sintaktik təhlili mübtəda və xəbər funksiyasındadır? Xəbər sxemində deyil, bağışlayın. Deyil. Cavab C variantı. Onun xoşuna gəlmək bir yerdə frazeoloji birləşmə sayılır deyə xəbərdir. Komanda qalib gəldi, kitabxana sakitdir, baba evdədir, mənim məqsədim kömək etməkdir. Hansı cümlənin xəbəri düzəltmə sifətlə ifadə olunub? Xəbər düzəltmə sifət olsun, güləyən, əla. Burada xəbər sinif yoldaşı hər kəsə küsəndir. Xəbər fe'li sifətlə ifadə olunub və bu da ümumiyyətlə sadədir. Xəbər fe'llə ifadə olunub. Xəbər sifətlə ifadə olunub. Xəbər zərflə ifadə olunub. Özdə burada bəs niyə olmayacaq? Çünki düzəltmə yox, mürəkkəb sifətdir. Hansı cümlə ümumi qrammatik mənasına görə fərqli olan təsirli hal şəkilçisi qəbul etmiş sözlə başlayır? Nə maraqlı sualdır. Cavab D variantı. Bax, bir daha sual oxuyuram. Hansı cümlə ümumi qrammatik mənasına görə fərqli olan? Əla. Elə bil ki, hamısı təsirlidir bəlkə də. Amma bu sifətdir. Bu sifətdir. Bu da sifətdir. Bu da sifətdir. Amma bu təsirli hal şəkilçisi qəbul etmiş isimdir. Yəni, ümumi qrammatik mənasına görə fərqləndi. Nitq hissəsinə görə fərqləndi. Hansı cümlədə köməkçi nitq hissələrindən yalnız modal söz və ədat işlənmişdir? Cavabımız C variantı olacaq. Güya modaldır, ki ədatdır. Bağlayıcıdır, bağlayıcıdır. Başqa. Qoşmadır. Başqa, üçündə qoşmadır. Variant C variantı. 7. Hansı cümlədə təyin vəzifəsində olan sözdə qrammatik şəkilçi başlanğıc formaya daxildir? Cavabımız D variantı. Təyin vəzifəsində olan söz var burada və burada qrammatik şəkilçi də başlanğıca daxildir. Variant D variantı olacaq. Ümumiyyətlə, bu tip şərtdə sən gil, sız, çı, daçı, bu şəkilçilər tap ki, o tip leksiklərin yanında qrammatiklər başlanğıcda gələ bilər. Burada məsələn tamamlıq funksiyasındadır. Bizimkilərin fikri ilə nəylə? Bayramda xalamgilin evinə haraya? Burada zərflidir. B-də, A-da dediyim şəkilçilər yoxdur deyə bunlara da baxmıram A və B-yə. Yəni, qeyd etdiyim leksiklər varsa sözdə, o zaman ehtimalla deyirəm ki, həmin şəkilçilərin iştirak elədiyi sözdə qrammatik şəkilçi başlanğıca girir. Əks halda qrammatik başlanğıca girməz. O səbəbdən həmin şəkilçilərin iştirak elədiyi variantları yoxladıq.
Mürəkkəb söz birləşməsi işləmiş cümlə. Cavabımız olacaq Y variantı. Dağlar arxasında parlayan günəş səhərin erkən saatlarında yüksəlir. Bax, səhərin erkən saatları. Burada mürəkkəb söz birləşməsi var. Xüsusi rəng, gözəl güllər, sadə birləşmədir. Böyük meydanda izdihamlı tədbir, sadədilər. Yaşıl çəmənliyib balaca quzular, qızılı günəş üfüqdə yavaş-yavaş batırdı. Hər birində sadə birləşmədir. Cavab Y. Hansı cümlədə işlənən bütün sözlərin həm leksik, həm də qrammatik mənası var? Cavabımız olacaq burada C variantı. Sadəcə qrammatik mənası var. Sadəcə qrammatik mənası var. Sadəcə qrammatik. Cavab C variantı olacaq. Hansı cümlədə modal söz və modal sözlə amonimli təşkil edən feil vardır? Cavab B variantı. Həm modal axtar, həm də modalla amonim olsun. Modalı tapdım və modalla amonim olan bir feil tapdım. Deyəsən, nə edəsən burada feildir və bu feil modalla da amonimdir. Yəni, deyəsən, mən haqlıyam cümləsindəki deyəsəndən bu deyəsən amonim sayılır. Gələk 11-ə. Hansı cümlədə ardıcıl olaraq qeyri-müəyyən şəxs işarə əvəzliyi işlənib? Cavab C. Qeyri-müəyyən şəxs bir də işarə. Qeyri-müəyyən işarə, qeyri-müəyyən işarə, qeyri-müəyyən. Buradakı kimi qoşmadır. Hansı cümlədəki feilin bütün saitləri qalın dodaqlanan saitlərdir? Cavabımız oldu Y variantı. Soyuyur feilinin bütün şəkilçiləri qalın və dodaqlanandır. Burada baxaq görək. İncə də var. Burada dodaqlanmayan var. Burada da dodaqlanmayanların sırasıdır. Hansı cümlədəki ismi birləşmənin aslı tərəfi fərqli nitq hissəsi ilə ifadə olunub? Variantımız olacaq D variantı. Belə işlər ifadəsindəki ismi birləşməsindəki aslı tərəf fərqli nitq hissəsidir, yəni əvəzlidir. Yeni telefon, kənddəki adam, gümüşü rəng, düşüncəli insan, hər birinin aslı tərəfi sifətdir. Hansı cümlədə işlənən feili birləşmənin aslı tərəfi tərkibinə görə kök, leksik, qrammatik sxemindədir? Cavabımız olacaq D variantı. Baxın, yay, yaylaq, yaylaqda. Feili birləşmənin aslı tərəfi budur, əsas tərəfi də budur. Deyir, aslı tərəfi belədir. Bax, burada aslı tərəfi 2 leksikdir feili birləşmənin. Burada aslı tərəfində ümumiyyətlə kökdən ibarətdir. Burada həyəcanla gözləyən bu formadadır. Sxem. Burada bu formadadır. Əsas budur, aslı budur. Cavab D variantı. Hansı cümlədə əsas tərəfi indiki zaman mənalı feili sifətlə ifadə olunan feili birləşmə mübtəda vəzifəsindədir? Variantımız olacaq C variantı. Deyir ki, əsas tərəfi indiki zaman mənalı feili sifət feili sifətlə ifadə olunan feili birləşmə mübtəda vəzifəsindədir. İşdən qayıdan, yəni filan kəs dincəlmək üçün özünə vaxt ayırdı. Bəli, cavab C variantı olacaq. Məsələn, danışan tanıdığımız biridir. Burada mübtədamız danışan sözüdür və feili birləşmə ilə ifadə olunmayıb. Onların dedikləri bizim diqqətimizdən yayınmadı. Burada D üstəgəl mənsubiyyət keçmiş zaman məzmunludur deyə olmaz. Məktubu oxuyanda burada feili sifət deyil, feili bağlamadır. Burada da feili sifət deyil, feil məsdərdir. Cavab C variantı. Hansı cümlədə imiş hissəci feilin lazım şəklinə artırılmışdır? Cavab B. Lazıma artırılıb deyir. Lazımı artırmaq üçün ası əsi görməlisən. Burada malı məliyə artırılıb, vacib artırılıb. Burada şərti artırılıb. Burada isə ümumiyyətlə C variantında imiş hissəci yoxdur. Y-də də bilirmiş
hissəci artırılıb zamana, yəni xəbər şəklinə. Hansı cümlədə əks mənalı sözlərlə yaranan zərf işlənmişdir? Variant C variantı. Gec tez. Üst-üstə, açıq-aşkar, gündən-günə, dinməz, söyləməz, bunlar əks mənalı sözlər deyil. Hansı nümunədə vergülə qədər olan cümlənin sintaktik təhlil sxemi zərfli, tamamlıq və xəbər sayılır? Cavab D variantı. Bax, vergülə qədər. Yolda gedərkən telefonumu unutdum. Nə etdim, unutdum. Nəyi, telefonumu, nə vaxt, nə zaman? Yolda getdiyim zaman. Görüşə getdim. Burada heç 2 dənə söz var. Necə 3 dənə təhlil olsun orada? Bax, burada da nə edirdi, gedirdi, nə tərzdə, yavaş. Heç ikisindən bildim ki, belə sxem deyil. Nə etdim, işlədim, nə vaxt, nə qədər işlədim, bütün günü işlədim. Bu da olmaz. Nə etdim, bağladım, haranı, qapını, nəyi, qapını, bu da olmaz. Yəni, bu tamamlıqdır, bu isə xəbərdir. Bax, bütün günü bir yerdə zərfli, işlədimdə xəbər. Variant D variant. Modal söz işlənən hansı cümlədə düzəltmə zərf var? Cavabımız olacaq Y variantı. Modal söz işlənən cümlədə düzəltmə zərfimiz var. Burada mürəkkəb zərf var. C-də zərf yoxdur. B variantında qəsdən zərfdir, düzəltmə zərfdir. Amma burada modal söz yoxdur. A-da da zərfimiz mürəkkəbdir. Hansı cümlədə əsas tərəfi fe'li bağlama ilə ifadə olunan fe'li birləşmə işlənmişdir? Cavab B variantı. Bax, əsas tərəfi fe'li bağlama ilə ifadə olunan fe'li birləşməmiz var. Burada fe'li sifətdir. Daha sonra burada fe'li sifətdir. Fe'li sifətdir bu da. Fe'li sifətdir, fe'li sifətdir. Gələk 21-ə. Hansı cümlədə mübtəda işlənməmişdir? Cavabımız olacaq burada C variantı. Artıq ədatdır. Gecdir, zərfdir. Nə üçün gecdir? Ora çatmaq üçün. Burada mübtədamız yoxdur. Sərnişinlər, aşağı, kimsə, dostlarım. Hamısı mübtədadır. Hansı cümlənin xəbərinə sual vermək olmur? Xəbər gərək predikativ olsun ki, ona sual vermək olmasın. Var, yox, lazım, gərək, bəs, mümkün. Bunlar şəxs sonluğu ilə də işlənir. Məsələn, mənim işim vardır, mümkündür, lazımdır. Bunlar olur suala cavab verməyən xəbərlər. 23. İki uşaq meşə ilə gedirdi. Birdən onların qarşısına bir ayı çıxdı. Uşaqlardan biri tez ağaca dırmaşdı. O birisi isə qaça bilmədi. Yerə uzandı və özünü ölülüyə vurdu. Ayı ona yaxınlaşdı. Sonra onu iylədi. Uşaq nəfəsini belə çəkmirdi. Ayı elə bildi ki, uşaq ölüb. Çıxıb getdi. Çünki ayı ölüyə toxunmur. Ayı gedəndən sonra ağazdakı uşaq yerə indi. O yoldaşından soruşdu. Ayı sənə nə dedi? O mənə dedi ki, pis adamla dost olma. Bəd ayaqda dost dostunu qoyub qaçmaz. Mətnlə bağlı hansı fikir yanlışdır? Ayı uşaqlardan birini gördü. Ayı heç kimə toxunmadan çıxıb getdi. Hadisələr meşədə baş verib. Ayı ölüyə toxunmur. Uşaqların hər ikisi ağaca dırmaşdı. Fikri səhvdir. Biri yerdə qaldı, biri isə ağaca dırmaşmışdı. Bir yaz günü göyərçin su içməyə gedir. Birdən bir qarışqanın suda çabaladığını görür. Göyərçin tez qarışqanın köməyinə gəlir. Dimdiyinə bir yarpaq alıb suya atır. Amma yarpaq qarışqadan xeyli uzağa düşür. Bu dəfə göyərçin dimdiyinə çöp alıb onu suya atır. Qarışqa tez çöpə dırmaşır və ölümdən xilas olur. Sahilə çıxanda qarışqa göyərçinə deyir: "Məni ölümdən xilas etdin. Bir gün olar, mən də sənə kömək edərəm." Göyərçin qarışqanın sözünə gülür. "Sən çox kiçiksən, mənə necə kömək edəcəksən?" Göyərçin uçub gedir. Həmin vaxtdan xeyli keçir. Bir gün göyərçin ağacın başındakı yuvasında yatırdı. Bir ovçu ayaq barmaqlarının ucunda ağaca yaxınlaşır. Tətiyi çəkmək istəyəndə qarışqa ovçunun boynundan bərk dişləyir. Ovçu tətiyi çəksə də göyərçini vura bilmir. Tüfənginin səsinə göyərçin oyanır. Hər şeyi başa düşən göyərçin qarışqaya çox sağ ol deyir. Mətnin ideyasını müəyyənləşdirək.
Sizcə kiçik biri özündən böyüyə kömək edə bilərmiş sən demə, necə ki qarışqa nəyə kömək eləyir? Göyərçinə. Bəzən kiçikləri zəif görə bilərik. Yaxşılıq yamanlığın qalxanıdır. Ağıllı düşmən nadan dostdan yaxşıdır. Heç gözləmədiyimiz insandan böyük zərbə gələ bilər. Bunlar uyğun deyə fikir olaraq düzdür, amma mətnin ideyası odur ki, mətndən anladığın nəticə odur ki, ölçüyə aldanma. Bir gənc tez-tez yoxsulluğundan şikayət edirdi. Bir qoca ona deyir, sən çox dövlətlisən, yoxsul deyilsən. Mən dövlətliyəm, hanı mənim dövlətim? Sənin dövlətin gözlərindir, gözlərini satarsan. Xeyr, mən gözlərimi satmaram, onda əllərini sat. Mən sənə əvəzində nə qədər pul verərəm. Sənin nə pulunu, nə də qızılını istəmirəm. Əllərimi də satmıram. İndi görürsənmi sən nə qədər dövlətlisən? Deməli, dünyada ən böyük dövlət insanın sağlamlığıdır. Maddi zənginlik insanın həyatını tamamilə həll edə bilər. İnsan sağlamlığını satarsa daha çox pul qazana bilər. Necə olur bu? Yalnız gözlər və əllər insanın dəyərini müəyyən eləyir. İnsanın maddi sərvəti bədən üzvləri və sağlamlığından daha önəmli deyil, sən demə. Cavabımız oldu A variantı. Belə əziz müdavimlər, ümid edirəm izahlar yararlı olur, sınavlar sizə öyrədici olur. Nəticələrinizi elə izahın rəy bölməsinə mütləq şəkildə yazın. Sağ olun, görüşənədək.